Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi İctimai Nəqliyyatda 1 oktyabr tarixindən tətbiq olunacaq tarif dəyişiklikləri bağlı açıqlama yayıb. RTV xəbər verir ki, açıqlamada qeyd olunur ki, dəyişiklik ilkin mərhələdə ölkə üzrə marşrut şəbəkəsinin 9%-ni, paytaxtın isə marşrut şəbəkəsinin təxminən 30%-ni əhatə eləyəcək. Digər marşrutlar yeniləndikcə yeni tarifə keçid edə biləcək və bu haqda ictimaiyyətə əlavə məlumat təqdim ediləcək. Tarif dəyişikliyindən sonra 2025-ci ilin sonunadək, həmçinin növbəti illər ərzində paytaxtda hər il təxminən 400, Sumqayıt və Abşeronda 100 yeni avtobusun alınması və daşınmalara cəlb edilməsi gözlənilir. Bu mərhələdə tarifi artan marşrutların siyahısını təqdim edirik.